Dostlar salam, hər vaxtınız xeyir olsun. Sizə bu günləri Wi-Fi-nin kodunu dəyişməyi öyrədəcəm. İlk öncə Wi-Fi-yə daxil oluruq. Wi-Fi-yə daxil olandan sonra evdə olan Wi-Fi-nin arxasında olan bu kodları, birinci bu kodu, üstəki kodu yazırıq Google-a. Google-da bu yazılır. Google-a yazandan sonra sizə bu səhifə açılır. Bu səhifə açılandan sonra istifadəçi adı istəyir. İstifadəçi adına user admin sözünü yazırsınız. Kod yerinə də bu kodu yazırsınız. Yəni məndə olan kodu yox, sizdə olan rotorun üstündəki kodu yazırsınız. Yazandan sonra məndə yazılıb deyə mən daxil oluram. Reset yox, daxil oluram. Ekranı yaxınlaşdırıram ki, siz də görəsiniz. Burada şəbəkə sözünə giririk. Şəbəkə sözü açılandan sonra Wi-Fi-nin 2 dənə giriş nöqtəsi var. 5G və 2G. Hansının kodunu dəyişmək istəyirsiniz? Üstünə girirsiniz. Mən 5G-nin üstünə girirəm. Bax, bu səhifə açılır. Wi-Fi-nin adını dəyişmək istəyirsinizsə, bunun üstünə vurub dəyişirsiniz. Wi-Fi-nin kodunu dəyişmək istədikdə bu nöqtələrə vurub parolu göstər də vursanız, parolu görə bilərsiniz. İşarəni qoyursunuz və kodu yazandan sonra saxla sözünü girirsiniz və salam. Avtomatik Wi-Fi-dan çıxış edəcək. Yenidən Wi-Fi giriş eləmək üçün eyni ilə yazdığınız kodu yazır və Wi-Fi girirsiniz. Bu kimi videoların gəlməsi üçün kanalıma abunə olmağı və videonu da bəyənməyi unutmayın.